Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bir daha sizləri səqifədən şəhadətə verilişində xoş gördük. Hörmətli izləyicilər, ötən bir neçə verilişlərimizdə əziz ustadımız çox maraqlı bir mövzu ilə bizlərə söhbət etdi. O da bundan ibarət idi ki, Həzrəti Zəhra salamullah əleyha nə üçün Fədəkiyyə xutbəsində Qədirxum məsələsinə toxunmadı və ya Həzrəti Zəhra Fədək xutbəsini tamam edəndən sonra Həzrəti Əmir əl-Mömininə etiraz etdimi? Bu barədə gözəl izahlar verdi, qaranlıq nöqtələri açıqladı və Fədək bağının özünün tarix boyu hansı belə deyək də mərhələlərdə kimlərin əlinə düşdü, Fədəyin başına nələr gəldi, bu məsələlər haqqında da ustadımız gözəl şəkildə izahlar verdi. İnşallah bu gün də yeni bir sualla, yeni bir mövzu ilə ustadımıza sual verəcək. İnşallah bu da maraqlı bir sual olacaq və bizlər də çalışaq, diqqətlə qulaq asaq. Fədək barəsində, Əhl-i Beytin başına gələn müsibətlər barəsində qismən də olsa xəbərdar olaq inşallah. Studiyamızın həmişə olduğu kimi daimi qonağı Cənab Höccətül İslam Atabəy Binyətovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Aleyküm salam və rəhmətullah, çox sağ olun, təşəkkür edirəm. Mən də öz növbəmdə sizi və dəyərli izləyiciləri salamlayıram. Allah Teala inşallah bizləri həqiqi formada Həzrəti Zəhra salamullah aleyhanı tanıyıb və tanıdanlardan qərar versin inşallah. Amin inşallah ustad, Allah razı olsun. Təşəkkür edirik sizə ki, hər dəfə belə gözəl, maraqlı söhbətlərlə bizləri və izləyicilərimizi məlumatlandırırsınız, var olasınız. Ustad, ötən verilişimizdə ki, bir neçə məsələ haqqında danışdınız, gözəl şəkildə izah verdiniz. Allah razı olsun. Və bugün də istərdik sizə başqa bir sual verək. O da budur ki, Həzrəti Zəhra salamullahi əleyha, Əli əleyhissalama kömək yığmaqdan ötürü, kömək eləməkdən ötürü gecələr ənsarlıların qapısına gedib Həzrəti Əliyə kömək istəyirdimi? Zəhmət olmasa bu sualı cavablayardınız. Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyr nasirin və mu'in. Bilirsiniz, Həzrəti Zəhra salamullah aleyha səqifədən sonra bir neçə addım atdı. Ondan biri bu Fədək məsələsində xəlifələrə etiraz etməsi və Əli əleyhissalamın haqqını müdafiə etməsi və o cümlədən siyasi xəlifələrlə bəzi münazirələrin, yəni diyaloqun olması və bunun kənarında məsciddə bütün mühacir və ənsarlara söhbət edib həqiqəti aşkar etməsi və bunu nəticə verməməsi, yəni bu vilayət barəsində xanım Zəhra ki, orada insanları ayıldırdı və bundan sonra Həzrəti Zəhra salamullahi əleyha və bu bəyanlardan sonra bir daha bəzi tarixlərə əsasən 40 gün ənsarın qapısını döyərək və Əli əleyhissalam onun kənarında olmaqla onlardan Həzrəti Əli əleyhissalama kömək istəməsi barəsində tarixdən nəql olunmuşdur və o cümlədən bəzi əhl-i sünnə mənbələrində də bu gəlib və bəzi əhl-i şiə mənbələrində də bu gəlmişdir. Mən o cümlədən istərdim ki, ilk öncə əhl-i sünnə bəzi mənbələrində gəlib ki, hansı formada və necə Əli əleyhissalam barəsində kömək istəyib, sonra isə şiə mənbələrindən mən nəql edəcəm. İnşallah. Bir neçəsini istərdim ki, birinci nəql edəm, əhl-i sünnə mənbəsidir. Birinci İbn-i Qüteybə Dinəvəri. Bu şəxs 270-ci ildə Hicri qəməri tarixi ilə dünyasını dəyişib və o kitabında belə nəql edir. Buyurur ki, və xərəcə Aliyyun yəhmilu Fatimətə bintə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Həzrəti Əli əleyhissalam Fatimi Zəhra salamullah əleyhanı bir miniyə mindirərək xaric olardılar evdən. Əla dabbətin, yəni bir heyvana mindirərək xaric olardılar. Ləylən, haçan? Gecələr. Gecələr xaric olardılar. Fi məcalisil ənsar. Ənsarın evlərinə gedərdilər. Sonra isə buyurur, təsəluhum ən-nusra.
kömək istəyərdilər ki, bəs Həzrəti Əli əleyhissalamı niyə tənha qoymusunuz və ona kömək edin ki, bu xilafət onun haqqıdır və Allah Taala peyğəmbər vasitəsilə bu xilafəti Əli əleyhissalama vermişdir. Qarşı tərəfdəki insanlar qəsbkardır. Amma bunun kənarında fəkanu yəquluna, Ənsar nə deyərdi? Ənsar deyərdi ki, ya bintə Rasulallah, ey peyğəmbərin qızı, qad məzat bəyətəna, biz də artıq beyət etmişik. Biz o xəlifələrlə beyət etmişik. İş işdən artıq keçib. Lihazər rəcul, bu kişi ilə, yəni Əbu Bəkirlə biz beyət eləmişik artıq. Vələv ənnə zəvcəkə, əgər sənin həyat yoldaşın, və ibnə əmmikə, öz əmin oğlu, səbəqə iləyna qablə Əbi Bəkr ma ədlənə bih. Əgər Əbu Bəkirdən öncə sənin həyat yoldaşın və əmin oğlu, əgər gəlib bizdən beyət istəsəydi, biz ona beyət edərdik. Artıq ondan öncə biz Əbu Bəkrə beyət eləmişik, artıq iş işdən keçmişdir. Bunların dəlilləri bu idi. Amma burada Həzrəti Zəhra salamullahi aleyha buyurur ki, Əfəkunta ədə Rasulallah. Burada əslində İmam Əli əleyhissalamın bu onlara cavabıdır, Ənsara dediyi cavablardır. Buyurur ki, fəyəqulu Əli əleyhissalam, Əfəkunta ədə Rasulallah fi beytihi ləm ədfunhu. Mən Həzrəti Peyğəmbəri öz evində qoyaydım və onu dəfn etməyəydim, yəni öz xilafətimin ardına gedəydim və əxruc unazi'ən nasir sultana, mən xilafət ardınca düşəydim, yəni Peyğəmbərin dəfni qalaydı, digərlərinin burada batil və münasib olmayan xüsusiyyətlərini də əslində Əli əleyhissalam buyurur ki, ən birinci, ən üstün iş nə idi? Ümmətə vacib idi ki, Peyğəmbər salavatullahı dəfn eləsinlər. Ona görə Əli əleyhissalam burada dəlil gətirir ki, siz ki, burada mənə deyirsiniz, birinci o gələydi, ona beyət edərdik, o gecikdi, biz başqasına beyət elədik. O da buyurur ki, burada əslində birinci vəzifə Peyğəmbərin dəfn olunması idi. Onlar da əgər bu addımı atıblarsa, deməli səhv iş görüblər. Peyğəmbəri dəfn etməkdə olan işləri və mən bu işi görməli idim, yəni Peyğəmbəri qoyub gəlib özüm üçün mən xilafət ardınca olmalı idim. Fəqalət Fatimə, Fatimə salamullahi aleyha buyurur, ma sənə Əbul Həsən illə ma kanə yənbəğiləh. Əli əleyhissalamın etdiyi eyni ləyaqətli bir iş idi. Yəni onun birinci vəzifəsi Peyğəmbəri dəfn eləmək idi. Və bu ayədə sonra isə buyurur, və ləqəd sənəumallah hasibtum və talibhum. Buyurur ki, sizin bu işiniz qiyamətdə Allaha cavab verəcəksiniz. Allahla bağlıdır. Bu artıq buna Allah da cavab verəcəksiniz. Baxın, burada bir neçə nöqtə var ki, bu məsələdə Həzrəti Zəhra salamullahi aleyha çatdırır ki, yəni onlar artıq batil əqidəyə malikdirlər, onlar vəzifəsinə əməl etmədi, ikincisi onlar qəsb elədilər və sizlər də bu günləri müdafiə etmirsinizsə Əli əleyhissalamı, qiyamət günü Allaha cavab verəcəksiniz. Bu da İbn-i Qüteybə Dinəvərinin Əl-İmamə və Siyasə kitabının 1-ci cildinin 20-ci səhifəsində bunu gətirmişdir. Ustad, burada çox gözəl nöqtələr var, həqiqətən qeyd etdiniz və mənim elə siz danışanda zehnimə gələn məsələlərdən biri də bu oldu ki, o ki, Ənsar deyir, Həzrəti Əliyə ki, nisbətdə, yəni o birinci gəlsəydi, ona beyyət edərdi. Yəni Əbu Bəkir gəldi, qavağa çıxdı deyə. Yəni indiki bu vəhabilər, sələfilərin ki, etiqadı, yəni əhl-i sünnənin xülasə etiqadı ki, budur. Hər kim xilafətə hər hansı yolla gəlir, gəlsin, artıq o oturdusa da orada o xəlifədir. Eynən baxsan ki, o təfəkkürdür təqribən ki, yəni hansı yolla olur olsun, gəldin, çıxdınsa da ora, haqq ol, batil ol, fərqi yoxdur da. Birinci sənə beyyət edildisə də vəssalam, daha məsələ həll oldu. Bilirsiniz, bunların kökü eynən bu həmən xilafətə qayıdır. Baxın, Əhməd ibn Həmbəlin bir sözü var. Deyir, xəlifə iki yolla gələ bilər, xəlifə ola bilər. Ya beyyət yolu ilə, ümumi insanlar beyyət eləyib onu xəlifə təyin edə bilər. Ya da ki, bir nəfər özü zor gücünə gələ, digərin kənara qoya, özü bu fürsətdən istifadə edib xəlifə ola. Hər bir insana da vacibdir ki, ona itaat eləsin.
Ona görə də bunlar hamısı elə səqifədən qaynaqlanmış bir məsələlərdir. Düz, Çünki qəşəng onlar oldu. əgər bu günləri bu etiqadı kənara qoysalar, mütləqdir ki, birinci və ikinci və üçüncü siyasi xəlifənin xilafətini görə qoyarlar kənara. Ona görə kökündən xarab olur deyə, problem yaşanır deyə bəli. məcburdular ki, bunu qəbul etsinlər. Amma burada bir nöqtə də var ki, Həzrəti Əli əleyhissalamdan, məxsusən Həzrəti Zəhra salamu aleyha ki, gəlib burada Əli əleyhissalama nüsrət, yəni kömək istəməsi başqa bir sözdür. Bunların cavabı başqa bir sözdür. Həzrəti Zəhra demir gəlin burada başqasına yox, Əliyə beyət edin. Yəni Əli əleyhissalama onu qoyun kənara, Əli əleyhissalama beyət. Yox. Həzrəti Zəhra bura çatdırır ki, siz buna kömək edin. Bu beyyət etdiyiniz Allah tərəfindən və Allahın əmri Peyğəmbər insanlara çatdırdığı əsl xəlifəyə kömək edin. Amma bunların cavabı nədir? Bunlar deyir ki, qabaqdan gəlsəydi, əvvəlcə bu gəlsəydi, biz ona beyyət edərdik. Düşüncə fərq edir. Hədəf fərq edir. Həzrəti Zəhra Allahın təyin elədiyi xilafətə, yəni xəlifəyə kömək istəyir. Gəlin ona kömək edin. O Allahın dinin digər məsələlərdə açıq-aşkar bəzi kitablarda artıq orada Həzrəti Zəhra belə buyurur ki, Allaha kömək edin. Demir Əliyə kömək edin. Xilafəti gəlir, Əliyə kömək etməklə Allaha kömək edin. Yəni burada tam fərqlidir. Amma çox təəssüf ki, Ənsar gəlir burada bu cavabları verir. Bu birinci dəlil Əhl-i Sünnə kitablarında. Burada bir məsələ də var. Həqiqətən çox gözəl nöqtələrə işarə edirsiniz. Elə düşündürücü nöqtələrdir həqiqətdə də. Buradakı Ənsar deyir, əgər Əli birinci gəlsəydi ona beyyət eləyərdi. Orada Həzrət Əlinin əvvəla gəlməyə ehtiyacı yox idi. Çünki əvvəlcədən təyin olunmuşdu. Yəni bir insan ki, əvvəlcədən bu vəzifəyə təyin olunub, bu onundursa da, onun gəlməyə ehtiyacı yoxdur ki. Yəni sizlər səhv eləyib gedibsiniz ki, bəzilərinə beyyət eləməklə. Həzrət Əli ilə öz vəzifəsini gözəl qeyd etdiniz ki, öz vəzifəsini yerinə yetirdi orada. Ona görə də bilirsiniz, bu Ənsarın evlərinə getməsi xanım Zəhranın işidir. Həzrət Əli getmirdi ki, xanım Zəhranı Həzrət Əli əleyhissalam yanında həmkarlıq edib gedirdi. Yəni yanı ilə gedirdi. Və illa burada bu iş Həzrət Zəhranın işidir. Ona görə də Həzrət Zəhra bəzi orada dəlillərindən də biri bu idi ki, İmamın məsəli eynən Kəbənin məsəlidir. İnsanlar gedib Kəbəni təvaf edər. Kəbə gəlməz insanların qapısına. İmam da kiminsə qapısına gəlməz. Sizlər imamın qapısına getməlisiniz. Sizin üçün ki ona ehtiyacınız var, bunu Allah Taala təyin edir. Ona görə də burada çox təəssüf ki, digərləri gəlməlidir. Siz buyurduğunuz kimi digərləri gəlməlidir. Nəinki Əl-İslam bunların ardınca getməlidir. İkinci dəlil isə Əhl-i Sünnə kitablarından Ömər Rıza Kəhhalədir. Bu da Əhl-i Sünnə alimlərindən tanınmış alimlərdəndir ki, bu da Ə'lamun Nisa kitabının 4-cü cildində bu hədisi gətirmişdir. Bu olmuş hadisəni təqribən demək olar ki, mən bunu da oxumuram, eynən İbn-i Qüteybə Dinəvəri kimi yazıb. Amma üçüncüsü isə İbn Əbil Hədid Mu'təzilədir. Bunun barəsində inşallah oxuyacaq. İbn Əbil Hədid Mu'təzilə Əhl-i Sünnə məzhəbindən ayrılmış bir firqədir ki, Mu'təzilə məzhəbi deyirlər. Və bu məsələdə də ki, bunlar tam əqlgəradırlar. Yəni əqlə üstünlük verirlər. Və bu da İmam Əli əleyhissalamın Nəhcül Bəlağəsinə, yəni dediyi kəlamlara ən gözəl şərh verənlərdəndir Əhl-i Sünnə alimlərindən. Bu da öz kitablarında gətirmişdir. Gətirib bu İbn Əbil Hədid Mu'təzilə Nəhcül Bəlağənin şərhi 6-cı cild və 14-cü səhifəsində bunu gətirmişdir. O belə nəql edir. Və kana yahmilu Fatimətə əleyhissalam leylən əla himarin. Buyurur ki, Həzrət Əli əleyhissalam Həzrət Zəhranı bir himar yəni bir üzr istəyirəm, uzun qulağa deyirlər. Ona mindirərdi və əbnaha Bəynə yədəyil himar və evladları da sağ və sol tərəfində İmam Həsən əleyhissalam sağda və sol tərəfdə də İmam Hüseyn əleyhissalam gedərdilər. Və huvə əleyhissalam bisavqihi fayatruqu buyutel ənsar və qeyrihim. Burada tək ənsar demir. Və buyurur ki, gedərdilər Həzrət Zəhra, ənsar və qeyri-ənsar, yəni mühacirlər. Bunların da qapısını döyərdi və bir-bir döyərdi Həzrət Zəhra salamu aleyhə və yəsəluhum ən-nusrəh.
vel maune. O buyurur ki, burada nüsrə kəlməsi, yəni kömək istəyərdi Bəli. Əli əleyhissalam üçün. Sonra bunun ardında buyurur ki, əcabə ərbaun rəculən, 40 dənə insanlar, yəni 40 nəfər buna cavab verdilər və buyurdular ki, gələrik. Fəybayihum aləl maut. Bunlar da bir söz dedilər. Dedilər ki, ölümə qədər səninlə gedəcəyik. Sabahları gələcəyik. Bunlar bunun ardı çox uzundur. Sonra isə gəlir. Buyurur ki, fəəsbəhə ləm yuvafiquhu minhum illə ərbəə. Deyir, bu 40 nəfər ki, söz vermişdilər ki, sabahları 40'ımız da gələcəyik. Ölümə qədər gedəcək bu məsələdə. Yəni, bunlar səhv batil əqidədədirlər. Yəni, birinci xəlifənin xilafəti. Biz səninlə... Amma sabah neçə nəfər gəlirdi? 4 nəfər. 36 nəfər gəlmədi. 40'dan 4'ə düşdü. 40'dan 4'ə düşdülər. Onlar kimlər idi? Əz-Zübeyr, vəl-Miqdad, vəl-Əbuzər və Səlman. 4 nəfər. Zübeyr, Miqdad, Əbuzər, Səlman. Digər heç kəs gəlmədi. Gəlmədilər. Bu, İbn Əbülhədid Mu'təzilə. Bu 3 dənə mənbə əhl-i sünnə mənbələri idi. Amma istərdim ki, bir neçə məsələni də mən Şiə mənbəsindən gətirəm. Əlbəttə, bu məsələlər biraz çoxdur. Başqa mənbələrdə də gəlib. Sadəcə mən qısa olaraq bunlara işarə edirəm. Bu, həmən 4-cü məsələ də Şiə mənbəsi olan İhticac kitabı ki var. Bu, Şeyx Təbərsi 1-ci cildin 107-ci səhifəsində bunu biraz da geniş formada gətirmişdir. Buyurur ki, فَلَمَّا كَانَ اللَّيْلُ حَمَلَ عَلِي aleyhisselam Fatimətə alə himarin. Elə ki, gecə olardı. Gecə olan zaman Əli əleyhissalam Həzrət Zəhranı salamlı aleyhanı bir miniyə mindirərdi, bir heyvana mindirərdi. Və əxədə biyədi ibnəyhi Əl-Həsən vəl-Hüsən. Və İmam Həsənlə İmam Hüseyn əleyhissalam da əlindən tutub, onlarla bərabər gedərdi. Fələm yedə əhədən min əhli bədrin. Bütün Bədirdə o döyüşənlər ki vardı ki, bilirsiniz, bəzi tarixdə Bədir döyüşündə olan insanların daha da tanınmış simaları var idi. Onların daha da tanınan insanlar idi. Ona görə Bədirin xüsusi adı gətirib ki, Bədirdə iştirak edən istər ənsar olsun, istər mühacir olsun. Hamısının qapısına deyir, getdilər. Fələm yedə əhədən min əhli bədrin minəl mühacirinə və la minəl ənsar. İstər ənsar olsun, istər mühacir. İlla əta mənziləhu. Bütün hamısının qapılarına bir-bir getdilər. Və zəkərə haqqahu. Baxın, burada diqqət edin. Və onlara o öz haqların xəbərdarlıq edir ki, yəni bu xilafət bizim haqqımızdır. Bizə layiqdir bu xilafət. Və dəahu ilə nusrətih. Və onları özünə kömək üçün dəvət edirdi. Dəvət edir ki, bu bizim haqqımızdır. Odur ki, İmam Hüseyn əleyhissalamın da gözəl bir sözü var. Buyurur ki, bu xilafət bizim haqqımızdır. Yəni, Allah bizim boynumuzda bunu qoyubdur. Biz haqlıyıq bu xilafədə. Nəinki şəxsi mənafi üçün yox. Bu, ilahi bir dindir. İlahi bir dinin təyin elədiyi bir vəzifədir ki, bu xilafət bizim haqqımızdır ki, bunu layiqincə insanlara çatdıraq və insanları düzgün formada idarə edək. Və onlara vacibdir ki, bunu da çatdırsın ki, biz layiqik bu işləri idarə etməyə. Sonra bunun ardınca فَمَسْتَجَابَ لَهُ مِنْ جَمْعِهِمْ إِلَّا أَرْبَعَ وَأَرْبَعُونَ رَجُلًا. Gəlir burada, açıqlayır, buyurur ki, heç kəs bunu qəbul etmədi, məgər 40 nəfər. 40 nəfər və onlardan ərba və ərbaun orada deyir. Məsələn, 40 nəfərdən məsələn, sonra gəlir 4 nəfəri gəlir, bunlara köməklik üçün gəlirlər. Və onlar nə demişlər? Demişlər ki, فَأَمَرَهُمْ və əmr etmişdi ki, ən yusbihu bukratan mulhiqin ruusahum ma'ahum silahihum. Buyurur ki, onlara demiş ki, sabahları başınızı keçəl edin başınızı, qırxın və silahınızla birlikdə gəlin. Amma sabah nə oldu? Gəlmədilər. 4 nəfər gəldi. 4 nəfərdən başqa heç kəs gəlmədi. 40 nəfərdən 4 nəfər gəldi. Və 40 nəfərdə bunları
demişdi gələcək. Bəli. Çox qapılara getmişdilər. Yəni mühacirlərin də, ənsarın da Bəli, qapılarını döymüşlər və kömək istəmişdilər. Amma çox təəssüf ki, 40 nəfər bunlara cavab vermişdi və buyurmuşdu ki, gələcəyik. Ona görə də Həzrət buyurmuşdu ki, sabah gələndə başınızı qırxın gəlin və etiraz edək. Amma çox təəssüf ki, bunlardan 4 nəfərdən artıq heç kəs gəlmədi. Bəli, ustad, bu həqiqətən belə çox düşündürücü, maraqlı bir məsələdir ki, yəni burada nə səbəb ola bilər ki, hələ bu o qədər insanların qapısına getdilər, onlar cavab vermədi. Bu qədər cəmaatdan 40 nəfərin cavab verməyi və yaxşı bu 40 nəfərin içində də müsbət cavab verənlərdən bəs niyə 36-sı axırda öz belə deyək də əhdlərinə vəfa eləmədilər, 4 nəfər gəldi. Yəni bunların gəlməmə səbəbləri nə ola bilər? Qorxaqlıq ya başqa səbəb ola bilər? Nədir bunun bax səbəbi? Bilirsiniz, İslamda həya bəhsində belə bir məsələ var. Buyurur, həya 2 qismə bölünür. Əqli həya, axmaqlıq həya. Aha. Həya, əqli həya, yəni insan Allah Taala buyurur ki, həya gözəldir. Bəli, bəli. Çox gözəldir. Həya barəsində buyururlar ki, hər bir insan dini olan elə həyası da olmalıdır. Həyası olmayan bir din olmaz. Düz. Həya çox təkid olunub. Amma buyurur ki, əqli həya. Yəni, lazımlı yerdə həya etməlidir insan. Bir də var, axmaqlıq həyası. O nədir? Bəzi insanlar var, haqqın müdafiə edə bilmirlər. Haqqı deyə bilmirlər. Adətən biz yaşadığımız mühitlərdə bəzən qarşı tərəf bir işlər görür ki, səhv işlər, haqqı yeyir, filan edir, bəsməkan, amma sabahları İstəyirsən ona qarşı bir söz deyəndə, ayıbdır filan kəsdən. Filan kəsdən ayıbdır. Abda bu işi eləyib, sən bu işi görmə. Amma ona deyən olmur ki, axı bu sənə qarşı zülm edib, sənə qarşı bunu səhv edib. Sən bunu indidən haqqı müdafiə etməlisən, almalısan ki, sabah o başqa bir iş görməsin. Əgər deyir bir insan sinifdə əgər dərs oxuyursa, utanır, həya edib, Allah üzr istəyirəm, müəllimdən bir şey soruşmursa, bu özü ahmaqlıq həyadır. O insanı gerdə saxlayar. Nəticə. Ənsarda da bir xüsusiyyət var idi. Ənsar nə edirdi? Deyirdi ki, artıq biz ondan biyyət eləmişik. Artıq da biz onun əleyhinə çıxa bilmərik. Yaxşı iş deyil. Biz artıq onun əleyhinə çıxa bilmərik. Eynən onun kimi idi. Ən qədim ərəblərin cahiliyyət dövründə də hətta bəzi müsbət cəhətləri vardı. Bəzi mənfi cəhətləri vardı. Müsbət cəhətləri mərdanəlikləri var idi. Onların qonaqpərvərlikləri vardı. Amma bəzi mənfi cəhətlər də bu idi ki, səhv düz söz verdilər, ona əməl edirdilər. Ona görə də onlar artıq iddiaları bu idi ki, biz artıq beyyət eləmişik də bu beyyəti sındıra bilmərik. O da ki, əslində bir axmaqlıq bir həya idi. Bu əslində səhv bir məsələ idi. Ona görə də onlar xilafət məsələsində səhvə yol verdilər. Digər bir sonuncu bir nəzərdə deyim, inşallah Şeyx Mufidin nəzəridir. Ondan inşallah bunu tamamlayaq. Bu da Şeyx Mufid Əl-İxtisas kitabının 182-ci səhifəsində bunu geniş formada izah edir. Buyurur ki, Həzrəti Əleyhissalam xərəcət və həməlhə Əliyyun ələ ətanə əleyhi kəsaun ləhu xəmlun. Buyurur ki, Həzrət Əleyhissalam xaric olurdu evdən və həmləha və Həzrəti Zəhranı mindirirdi nəyə? Əla ətana, bir uzun qulağa, heyvana mindirərdi və onun üstünə hətta, gör nə qədər dəqiqliyi ilə yazır, hətta bir yumşaq parça sərərdi. Fədara biha 40 sabahən və buyurur ki, 40 gün, 40 gecə, yəni orada 40 gün burada sabah yazıb, yəni 40 dəfə, yəni 40 gün bu. O biri kitablarda deyirlər ki, 40 gecə. Yəni 40 dəfə bu hadisə baş vermişdir. 40 gün ardıcıl formada baş vermişdir və gedir ki, sabah fi biyutil muhacirinə vəl ənsar. Muhacir və ənsarların qapısını döyərdi. Vəl Hasan vəl Hüseyn əleyhissalam ma'aha, onlarla birlikdə olardı. Və hiyə təqul ya mə'şərəl muhacirin vəl ənsar. Ey muhacirlər, ey ənsar. Unsurullaha. Görün burada nə deyir? Unsurullaha. Bu kəlmə çox önəmli bir kəlmədir. Demirdi gələn Əliyə kömək edin. Unsurullaha, yəni Əliyə kömək eləmək elə Allaha kömək eləməkdir.
Fə inni ibnətü nəbiyyükum. Mən peyğəmbərinizin qızıyam. Gəlin Əli əleyhissalama kömək eləyin. Fəma uzundur bu hədis buyurur ki, fəma ə'anəha əhədun və la əcabəha və la nəsərəha. Heç bir kəs gəlib ona nə kömək elədi, nə onun ardınca getdilər və sabahlar bunlardan gəlmədilər. Yəni burada əsas mühüm budur ki, Ənsarın qapısını döydülər, amma çox təəssüf ki, onu da cavabsız qoydular əslində. Ustad, həqiqətən də ustad, bu məsələlərə insan qulaq asanda, dinləyəndə təəssüflənir ki, yəni Həzrəti Rəsul-i Əkrəm Salavatıllahın vəfatından bir neçə müddət, qısa bir müddət keçməsinə baxmayaraq, yəni onun ailəsini tək qoymaq, onun ailəsinə zülm eləmək, yəni insan ən azından Peyğəmbərin hörmətini sındırmamalı idi. Yəni ən azından onun ailəsinə, övladına, heç imamət, xilafət məsələsinə etiqadları olmasa da bəzilərin ən azından onların hörmətini, ehtiramını qorumalı idilər. Yəni təəssüflər olsun, bəziləri heç bunu da etmədilər. Bəli, çox təəssüf ki, Həzrəti Zəhra salamullah aleyha elə bir şəxsiyyət idi ki, onların qapısına getmişdi. Onlar bilməli idilər ki, bu məsum bir xanımdır və o elə bir evdən çıxıb ki, vəhy nazil olan bir evdir. Bəli. Və Həzrəti Peyğəmbər digər evladlarına nisbətən Həzrəti Zəhraya digər ehtiramı var idi. Onun barəsində bu qədər hədislər demişdi. Bəli. Bütün qadınların üstünü. Minəl əvvəlinə vəl axirin. Bəli. Buyurur ki, Həzrəti Zəhra bütün xanımlardan üstündür. İstər əvvəldən olsun, axıra qədər. Ondan üstün bir xanım yoxdur. Çox təəssüf ki, onun fəzilətini dərk edə bilmədilər və o insanlar da ona kömək etmədilər. Bəli, ustad, təəssüflər olsun. Bir daha təşəkkür edirik ustad sizə. Allah razı olsun, minnətdarıq sizə. Amma vaxtımız tamam olduğuna görə artıq verilişimizi tamamlamalıyıq. İnşallah qismət olsa gələn verilişlərimizdə yenə də bu gözəl söhbətlərinizi dinləyərik. Allah razı olsun, çox sağ olasınız. Bəli, hörmətli izləyicilər, bugünkü verilişimizin də sonuna gəldik, çatdıq. Əziz ustadımız bu maraqlı mövzunu çox gözəl şəkildə izah etdi. Bizlər üçün danışdı. Ustada bir daha təşəkkürümüzü bildiririk. Allahın lütfü inayəti ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.